Təyyarə idarə etmə sıradan çıxdı. Mineralni voduda hava şəraitində zəhmət olmasa kömək edin. Anlamadım. Mesajınızı təkrarlayın. Sizi pis eşidirik. Hər şey qaydasındadır? Hər şey qaydasındadır. Mineralni voduya gedirik. Mineralni vodunun hava şəraitini deyin zəhmət olmasa. İdarə etmə sıradan çıxır. Mineralni voduya vektoring verin və hava şəraitini deyin zəhmət olmasa. Kabinədə təzyiq artır. Təyyarə idarə etməni itirir. Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olur. Mahaçqalaya uçuruq. Mahaçqalaya getməyə qərar verdiniz? Bəli, Mahaçqalaya hava şəraitini deyin. Gözləyin. Hava şəraitinin necə olmasına dair suala cavab verilmir. Hidravlikası sıradan çıxdı. Kursları yerinə yetirə bilirsiniz? Yerinə yetirə bilmirik. Konkret kurs verin. Mahaçqalaya gedirik. Yenidən pilot Mahaçqalanın hava şəraitini soruşur. Bu dəfə hava şəraiti deyilir. Təyyarədə fövqəladə vəziyyət elan etmisiniz? Başa düşmədim. Sizi müşahidə etmirik. Hündürlüyünüzü deyin. Hündürlüyümüz 80. Hündürlüyü yığmağa çalışın. Əgər bacarsaq. Rostov kontrolu ilə işləyin. Beləliklə, Bakı Grozny reysinin ekipajı bundan sonra Rostov dispetçer qülləsi ilə danışıqlara davam etdirib. Lakin bu danışıqlar da konkret enmə məkanının verilməsi ilə nəticələnmir. Təyyarə Xəzər dənizi üzərində SOS siqnal verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alıb. Aviasiya qaydalarına əsasən qəza enişi zamanı partlayış və yanğının qarşısını almaq üçün təyyarənin yanacağının boşaldılması prosesi fuel dumping həyata keçirilib. Bununla həm təyyarənin eniş ağırlığı normaya salınır, həm də yerə çırpılma zamanı baş verə biləcək yanğın riski minimuma endirilir. Ona görə də bir neçə dəfə təyyarə dəniz üzərində dövrə vurub. Aktau şəhərinin 3 kilometrliyində qəzaya uğrayıb.